Hüseyn canlı yayım açaraq ona verilən evi göstərdi. O, köməyə ehtiyacı olduğunu bildirərək borc istədi. Hüseyn həmçinin Ayşətlə hələ barışmadığını və onun səhvini nə vaxt anlayarsa, yalnız o zaman bağışlayacağını açıqladı. Həmin yayını izləyək. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Yeni qoxunam, bu mənim yataq yerimdir, bu mənim tabletkamdır, ondan sonra bu mənim stəkanımdır, sonra radyomdur, pletkamdır, tefalımdır, ələk salam. Bəli, Allah can sağ versin. Rica edirəm, kimin əgər ciddi insanlar, imkanlı adamlardan xahiş edirəm, mənə əl tuta bilər, mən kartımı maaşqa, mən kimdənsə demirəm mənə pul verin, mən elə şey xoşlamıram. Kim də əgər imkanlı adamlar varsa, xahiş edirəm, mən direktimə yazsın, ya 055 523 21 63 nömrəsində əlaqə saxlasın, mənim nömrəmdir, WhatsApp-ı da var. Axşamlar yatanda megabayt söndürürəm, çünki burada Wi-Fi yoxdur, megabaytla girirəm. Mənə yazsın 055 523 21 63 40 98 58 44 96 59 91 09 mənim kart hesabımdır. Təşəkkür edirəm, çox sağ olun, minnətdaram. Əlbəttə Nur, bəli, Nura. Yoxdan verilən Allahdır. Allah Taala bunu edibsə onlar da edəcək. Allah Ekber, mən neyləmişim bu tanımı, giz adamlar bəstirində, bezdirməyin də, nə ola? Neyse uşaqlar, mən canla bağlayıram. Hər bir bilmədən, eləmədən, hər bir şey danışırıq, Allah Ekberə. Mən demirəm ki, mənə pul verir, mənə kimsən borcu var. Mən deyirəm ki, bunu verirəmsə, kartım, mənim şəxsi kartımdır. Mənim adım da buradadır, dostlar. Yəqin oxuya bilirsiniz də. Sən görək. Hüseyn Badalov. Bəli. Amin, çox sağ olun Bahar xanım, minnətdaram, təşəkkür edirəm, Allah razı olsun. Mən deyirəm, borc bu deyirəm. Günah məndən, mən niyə onlara cavab verim, valla. Sən niyə siz insanlar? Nə qədər lazımdır sənə? Fərid, mənə 500 manat, 600 manat lazımdır. Krant, moydadır, unitaz, bir də duşavoy klinik varımdır. Onun duşavoy üçün pütmürtka lazımdır, o da bahadır. Hələlikdə, sonra yavaş, əsas tualet məsələlərində Yox, səbir, mən borc istəyirəm. Kim də kömək edir, Allah 1000 qat əvəzini versin. Allah başından döysün. Ağa ilə qonşusan, bəylər ağayım. Ağa kimdir? Çoxsan Çiçək xanım. Məhəmməddədir. Oyuncaqlar çox sağlam. Yox, barışmamışam. Barışma hələ fikrim yoxdur. Nə vaxt səhvini anlayır, ondan sonra bağışlayaram. Amin, çox sağ olun. Təşəkkür ederim, Allah razı olsun. Küsməmişəm, dünə yıxılmışam, üstünüzə sağlıq. Biraz ağrıyıram. Allah can sağ versin sizlərə. Xoşgədəm xanım biri verdi. Onun ətrafında olan dostları sağ olsunlar, minnətdaram. O işləməyə olan hər kəsə təşəkkürümü bildirəm. İnşallah ekranlarımızı tıklar xahiş edirəm, minnətdaram. Canlımızı paylaşağın. Çox sağ olun, təşəkkür ederim. Allah hər zaman sevindirsin. Bəlkə mən ağlamıram, şükür, niyə ağlayıram ki, əzim? Bəziləri oturub, vay, gör necə giz adamlar var, Quran haqqı, mən bezdim, vallahi, belə şeyim olar. Mən hələ pullarına deyirəm ki, kart verirəm sizə, mənə kimsə kömək elə bilirsə, mənə borc kim kömək eləsin, Allah şahidi burada olanlar, heç olmazsa Allahsız danışmayın, vicdansız olmayın. Adamı nə əsəbləşdirirsiniz? Çox sağ olun, Allah hər zaman sevindirsin.
Bu kart hesabı mənim hesabımdır uşaqlar. 4098 58 44 96 59 91 09. Görsən mən necə nə qoymalı görsənsin. ...4098 58 44 96 oyuncaqlar çox sağlam. Mən kartımı verirəm, mənə kim borc verə bilər? Yoxdur, cəmaatı qınamalı deyil ki, əzim. Yoxdur, insanlarda pul yoxdur. Ay veteran, mən pul yığmıram canım gözüm. Mən borc istəyirəm. Mən maaş mənim kartıma az pul oturur, mən kredit vermirlər. Mən kartımı verirəm, işlədiyim yerin kartıdır da, öz adımadır. Mənə kim evin bir-iki tualet əşyaları almalıyam, üzü istəyirəm. Untazat. Ona görə də mən borc axtarıram, borc istəyirəm. Kim borc verə bilərsə mənə, kartımı da gəlir, desin, görüşəyin, eləyəyin, dəqiq olsun, daha yalana mənə gətirsin, sonra mən kartımı verim, prosto göstərə bilməm kartı burada. Ay Elvin, ay qaqa, mən özüm yedim, mən necə izah edeyim bunlara, ay Elvin, bayaqdan da buradasan, ay qaqa, sən görmürsən mən dediyimi, eşitmirsən. Fatime yazıb, yox, kartı deyil, Fatime koymur burada. Həll edəcəm. Allah köməyiniz olsun. Allah sizə can sağlığı versin əzizim. Allah sizə kömək olsun. Çox sağ ol. Ay. Allah köməyin olsun. Necə həll edəcəksən? Yığıb bir dənə mənə deyərsən. Ay Elsə, bayaqdan 10 nəfər yaşarım, çox sağ ol, ay yaşar. 3 otaqdır, 3 otaqdır. Bayaqdan 10 nəfər deyib ki, nə qədər lazımdır. Deyirəm, yenə, mən borc istəyirəm, kartımı verirəm ona. Mən 600 manat alıram. Onun 189 manatı kartı oturur. Çox sağ ol, Məmmədova, Allah razı olsun. Siz necəsiniz? Mən işləyirəm, mən boş vaxtlarımda gəlib fəal eləyirəm. Məlahət Süleymanova, Allah ünəyinizi görməsin, Allah köməyiniz olsun. Siz məni direktə mənə yazarsınız, mən burada indi məlumat verə bilmirəm sizə. Allah qoysa, mən kartıma tam maaş oturmur. 189, 600 manatın 189 manatı bura oturur. 3 aydır da, ondan sonra da Allah qoysa yaxşı. Qalanını da 50 alıram, əzizim. Xeyr, bu qaya 600 manat alıram, mən 100 manat harada, mən bir deputat ağam. Xumarə xanım, bəli, olar. Amma dəqiq idisə, qurban olum sizə. Dəqiq idisə. Mən sizə istəyirəm, mənim istəyimi qəbul edin, xahiş edirəm, Xumar xanım. Mənə takip edin, bəzi... İstəyim, vallahi, sizin kimi gic adamlardan. Mən kartımı da verə bilərəm sizə, əzizim. Allah sizə kömək olsun. Yaxşı. Boşanmısan mı? Hələ ki yox. Mənim bəxtimdəndir. Asan xidmətdə mənə belə söylədi. Şükür Allah Tural, əlbəttə. Mənə belə söylədi ki, sizin uşağınız var. 1 yaşına qədər çürüməlisən. Dedi, çürüməlisən, hələ tezdir. Get 4 aydan sonra fırlanıb gələrsən. Vay. Daha taqət, səbir qalmayıb məndə.
Bir vaxtlar özümə baxıb fərəhlənərdim. İndi özümə baxıb kövrəlirəm, kövrəlirəm. Bilmirəm nə istəyirlər məndən. O qədər əlim ayağımı yeyirlər ki, dünən nətər yıxıldımsa, çiynimdən ayağım, bütün hər yerim sivrilib. Baxın görün, nə istəyirsiniz mən yetimdən? Allah'tan başqa diləyim yoxdur. Allah'tan başqa dayağım yoxdur. Sağım yoxdur, solum yoxdur. Maşın istəsəm, burada istəmərəm. Açığı deyim ki, hələ həvəsim yoxdur maşına. Yaş getdi 30'u, getdi cavanlıq. Hələ sənə çox olacaq, Allaha qurban olum. Ya Resulallah, sen bizi quru şeytandan, quru böhtandan xilas eyle. Ne kadar yol azmış insan varsa. Amin. Ay 1, 2, 3, 4. Ev veriləndə evi 3 ay bundan qabağı qalmış. Allah kömək olsun. Protezi verib efirə. Yox, vallahi istəmirəm, vallahi mən istəmirəm. Allah kömək olsun. Elə mən kasıb təbəqənin insanıyam. Qurban vallahi. Allah'ımın məsləhətinə min şükür olsun. Dostlar, unutmayalım. Kartı verirəm, kim mənə borc verə bilər. Mən biraz ağrıyla çox rahatda danışa bilmirəm sizə. Üstünüz sağlıq. Oy, bu nə bəladır düşmüşəm. Durduğu yerde ne terse değdim yere. Yaxşı, yaxşı, yığıram. Yo, ay gəncə, haradır, buradan başlayıb uşaqlar, 40-98, 58-44, 96-59, 20-də biganə qalmayın. Mən borc istəyirəm, mən kimdəsə pul istəmirəm, gəlib burada ağzı gələni yazmıyor, canım. Mən demirəm kimsən mənə borcu, o zaman pis gündədir. İmkanlı o qədər insanlar var ki, bir də elə bir şir atıblar kiməsə. Şir atmasınlar, gəlsinlər, mənə borc versinlər, Allah'ın köməklə. Mən də kartımı verim ona, geçsin ayet baya çıxasın, vaxt tamam oldu, kartımı qaytarsın. Vay Allah, sana kurbanım ya Resulallah. Vay Allah. Evi göstereceğim size inşallah. Göstereceğim. Görmeyenleri de göstereceğim. Diyeceğim. Bu Mia ay moderatörlerimiz niye aktifliği eləmirsiniz ki? Bu Mia adı, Di adı, şey adı neydi onu niye göndermirsiniz size? Bayağıdan bu badımca şekili, şeftali şekil atı. Mənə əsas dünən də soruşubsam, sırayını da soruşubsam, bugün də deyirəm, mənə nə lazımdır, əzizim. Mənə borc pul lazımdır, kartımı da verirəm. İndi bir iki nəfər yazıb, indi onları deyəcəm, görüm nə deyirlər. Ay qardaş, kartı da əgər oyan bayan eləyəcək, bloklayacaqsan və salam çıxdı getdi. Yox ha, sevinci Allah eləməsə, evini öz satıram ha. Sana oradan. Qasımzadə, bax, mən pulu ne üçün istəyirəm? Zarafat Beygir uşaqlar, xahiş edirəm. Biraz ekranlarımızı tıklayıb, canlarımızı paylaşan rica edirəm. Hədiyyə atanlar, minnətdarım, var olun, Allah köməyiniz olsun. Uşaqlar, ekranlarımızı tıklayın. Mən Moydadır.
Sonra unitaz, uvanik, bu duşavoy tabancasını almışam. Belə şeyler alacağım. İnşallah o da o qiymətə deyil. Aytac yazıb nə qədər lazımdır. Ay Aytac xanım, Allah sənin canını sağ eləsin. Gözəl insana oxşayırsan. Üzündə nur var. Hər zaman Allah o nuru sənə çox görməsin. Asadova. Aytac Asadova. Allah sizə can sağlığı versin Aytac xanım. Mənə 500-600 manat lazımdır. Kartımı da verirəm. Ki qalsın onda pulların qutarana qədər sonra qaytararım mənim özümə. Rica edirəm. Mən balıq böləcəyim əzizlərim. Ayda bildik də. Ay nə qədər yazırlar. Bu WhatsApp tık 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 tık. Təbriz mənə məkan atıb. Əskər anası, min şükür, vaxt var idi, heç mən çinməyə yer tapmırdım. Fevral ayında bayırda, ya iş yerində mən başımı təfəllüdə gizli su qoyurdum ki, cəmaat nə görməz, işçilər ayırdı da, deyirlər Hüseyin abi, gəlib iş yerində başını yuyur. Gedirdim tualetdə gizli başımı yuyurdum ki, ay Allah, qoy məni heç kim görməsin burada. Min şükür özümünküdür. Bir kvadrat olsun, özünün olsun bala. Çox minnətlər yedim, çox şeylər gördüm. İnsan özünki. Daxman olsun, özün olsun bala. Min şükür Allaha, min şükür. Mən neyəm, mən bezrazmer deyiləm ki, mən gelib rəqs eləyəcəm, toy eləyəcəm. Bu nədir ki bu? Restoranda bir şey, ayaq oldu, girdin, şu gördün, çıxdın bayram. Ayşad Əqrəb bürcüdür. Oy. 3 otaqdır, 3 otaq. Dəniz Əlilova çox sağ ol. Harda deyil? Məhəmmədi. Şebo. Ay Ayka, nə istəyirsən məndən canım? Məndən nə istəyirsən? Nə vermirsən məndən ala bilmirsən? Amin. Çox sağ güclü tək Allah'tır. Bəli, qurban Allah'ım. Bizə opşi verilib, opşi. Mən ailəmlə bayırda qalmışdım. Mən indi bugünkü gündə özümü kiləşdirə bilməm. Adam üstündə Allah qal. Bu ev səccatındır balam. Nə mənimdir, nə Ayşadındır. Bu ev səccatındır. Vəssalam. Bunu qulağınıza sırğa eləyin. Səccatın. Səccat özü böyüyəndə neyniyər, neynəmiyər özü bilər. Məhməd çox sağ. İnşallah baba, inşallah. Bəli, güclü tək Allah'tır, bəli. Amin, çox sağ ol. Teşekkür ederim Hüseyin. İki toksik bürcü. Bizim başa düştüğümüz dilde danışın da əzizim. Bu toksitdi, moksitdi, onlardan ben. Salam. Salam, Allah köməyiniz olsun. Aleyküm salam Aynur xanım. Bugün biraz nasazam uşaqla, danışa bilmirəm. Üstünüzə sağ ol. Dünən də yıxılmışam. Of. Ay Elvin, istəmirəm qardaş, heç də istəmirəm. Bayaqdan 50 nəfər yazdı ki, kartı yalandan da. Vallahi niyə alladırsan ki məni? Qurban Allah'a, Allah adamın ruzusunu versin. Adam var günə bir saatin içində 1000 manat kazanır, 3 dəqiqənin içində o 1000 manat harı gedir bilinmir. Ruzunu Allah versin adama. Adamı ələ salmayın. Günahdır. Hardan, nə zaman, necə sınanacaqsa heç kəs bilmir.
Mən demirəm kimsə mənə pul atsın, kimsə mənə borcu var. Mənim heç kəsin mənə borcu yoxdur. Mən sadəcə olaraq imkanlı şəxslərə üst tutub deyirəm ki, mənim kömək ehtiyacım var. Mən əmək kartımı versəm, mənə o qarşılığında pul verə bilərlər. Mən ayda istə-istə ödəyim onu. 3 aya, 4 aya. Ayda 150 manatdan. Valla bu belə Dəniz Cəllovaya mod verək uşaqlar zəhmət olmasa. Amma sənin canı, keçən dəfə birinə mod vermişik. Çatanı blok atır ha. Çatan səssiz blok, çatsız blok. Aa, bu nədir? Mod verdim Dəniz Cəllova. Ay ruhunun yarısı dedilər də sənə də. Mən hər dəfə deyim sənə, ay ruhunun yarısı, ruhumun yarısı. Ruhumu tam elə ki, buradan alıb buradan verməyəsən də əzizim. Çox sağ olun, siz də sağ olun Dəniz. Donur canlının. Mən indi girdim. Can, bildim. Nə olacaq dedi? Nigar nə edeyim? Məndə donursa megabayt azdır. Yasin'e ne yazdılar? Bəli, güclük Allah'dır. Min şükür, min şükür. Ay Allah, sənə qurban olum. Ay Allah, səni heç kəsə evrə sınaq eləmə. Evsizlik çox bərbad vəziyyətdir. Çox. Allah heç kəsi ailəsinin yanında utandırmasın. Evsizlik çox. Allah heç kəsi evsiz eləməsin. Heç kəsi. Vallahi. Mən Quran haqqı, mən fevral ayında idim. Ay Allah, o günləri yadıma düşürdürəm. Ay Allah, sənə qurban olum. Pis də olsa, yaxşı da olsa, mənim nəyim dolu. O evini qismət edir. Evi yoxsa ona ev qismət edir. Ya Resulallah, evsizlik çox bir şeydir. Mən paydizliyə yatırdım. Bir dəfə bir adamın evində qalırdıq. Adı səfər eləməmsə Elşən idi. Bir qız gətirdi Türkiyədən yanına. Daha doğrusu tanış olmuşdu sonradan. Dedi 2 günlük yer, 100 gün yer tapın. Mən xanım gəlsin geçsin qalar. O 2 gün geçti, 3 gün, 4 gün, bir həftə nəysə qaldım orada. Küçələrdə. Mən maşının içində yatırdım. Orada Allah and olsun, uvazın içində. Bu Allah heç kəsi göstərməsin. Heç kəsə. Ya Resulallah, o günləri yaşayanlar bilər. Ya Rəbbim, ya Resulallahım, sənə qurban olum. Sən bilərsən o günü, bir də yaşayanlar bilər. Amin User, amin. Allah hamıya, bütün arzusunda olanları ev qismət eləsin. Allah Taala sizləri kirayelərdən qurtarsın. Eviniz olsun inşallah. Ya Resulallah, evsiz olsun. Ev. Ay Allah, sənə qurban olum. Evsiz heç kəsə eləmə. Diyal görürdüm, Quran haqqı vədə deyirdim, ay Allah, bu balkonda da götürüb örtsəm üstümə, görəsən nə olar? Deyirdim, əşi yox, sonra elə biləm, mən oğurluq eləyirəm. Heç kim tanımır, deyə onda məni. Prosta, deyəm, kimisi görə oğurluq eləyirəm. Götürürdüm sonra bir dənə çörəyi, axşamlar bir çörək alırdım. Deyirdim, ay Allah, axşam tez gələrdi. Utanırdım da, yiyə bilmirdim bayırda zatda. 2019-cu 20-ci illərdə, yox, 18-19-cu illərdə Binəqədi Gəncə şəhərciyində. Gedirdim arxada bir, indi restoranda deyirlər oranı. Boşluq bir yer var idi. Gedirdim çörəyi bir dənəsini yirdim. Ay Allah, Qurana, yavan. Dedim, heç kim görməsin məni. Allah o günləri heç kəsə göstərməsin. Düşmənimə belə göstərməsin. Düzdür, mənim düşmənim yoxdur. Mən kimlər üçün düşmən kim göstərirəm. Amma mən heç kəsin düşmənçiliyim yoxdur. Mən bir anlar əsəbləşirəm, sonra soyuram. Getdim orada yirdim, heç kim görməsin mən, ay Allah, sənə qurban. O ədiyor, soğuqdan ölürdüm, paydizdə belə qalmışdım. O şey heç vaxt mənim yadından çıxmayacaqdı. O bir dənə qadını görə bizi atdı küçələrə ki, gedin küçədə yaşayın. Mən qadın buradadır, mən daha yaşası oldum bundan. Ayıb deyə valla. Bəli. Can, Allah can sağ versin. Çox sağ, Aysu Eskərova. Həyəti göstərə bilərsə, paltar asmışam. Ədi Allah, paltarları yığmışam, qurudu, yaxşıdır. Balaca həyətim var. Min şükür, ay Allah, sənə qurban olun. Çox şükür Allaha ki, özünüzün olsun. Bir daxmavuz olsun, bala. İddam olsun, özünüzün olsun. Vallahi, billahi. Qohumdur, əqrəbədir, nə olur olsun, 1 gün, 3 gün, 5 gün, sonra da mısmırıqlarını sallayacaqlar. Allah özünüzə qismət eləsin. Amin, çox sağ olun, təşəkkür edirəm. Maşallah, çox sağ olun, təşəkkür edirəm dünyam.
Mənə nə kömək eləmiyorlar. Deyirlər, çoxsu deyirlər, amma əməl eləmirlər. Nə olar mənə aldatmayın, xahiş edirəm sizdən, rica edirəm. Valla qəlbimə deyil, Quran haqqı qəlbimə deyil. Pürüzə verməsən də qırılıram, içimdə qırılıram ki, mən niyə bu Allahdır ki? Mən ki, mən nə pislik eləmişəm, nə mərdim azarçıq eləmişəm. Düzdür, hərdən bir əsəbləşmişəm, sonra da peşman olmuşam. Mən 10 dəfə canlaşaram, 11-də ya və yaxud da heç bir əsəb olmaram. Hərdən bir olur da bu insanlıq, əsəb, stres, dünya. Mənə necə kömək edə bilərsiniz? Allah kömək. Bax, kart mənim kartımdır. Mənə borc lazımdır. Amin, çoxsan. Təşəkkür ederim Nigar xanım. Mənə borc lazımdır. Bu şeyləri almaq üçün düzdür, bir neçə nəfər mənə söz vermişdi. Amma çox təəssüflər olsun ki, adlarını da çəkməyəcəm. Çünki o mənə yaraşmaz ki, mən burada onların adını çəkim. Amma bilirəm ki, izləyirsiniz, qıraqdan da olsun məni izləyirsiniz. Məni aldatmayın, qurban Allaha. Mənim heç kim olmasa, mənim başım üstündə Allah var. Mən deyirəm, ay Allah, sən özün bil, o özü bilsin. Mən sən nə üçün istəmə, sən mənə o sözləri verirsənsə, eləmirsənsə, qurban Allaha, demə, demə, yalandan demə ki, bunu eləyəcəm, onu eləyəcəm. Boşdur. Əlbəttə, ümid vermək çox böyük günahdır. Ümid verir, gözlədir məni, yalandan deyil, nömrə verəcəm. O adamla danışarsan, sənə belə eləyəcək, elə eləyəcək. Mən əsas onu görə, bir aydan çoxdur ki, gözlədim ki, gördüm, xəbər çıxmır. Bax, kartımı verirəm, hanı mənim kartım? Oradadır. Kartımı verirəm. Kim mənə kömək eləyə bilərsə, Allah kömək olsun. Eləyənin də, eləməyənin də. Allah hamımıza ruzu bərəkət versin. Gün o gün olsun ki, biz, Allah heç kəsə möhtac eləməsin, heç kəsə ehtiyaclı eləməsin. Amma çox təəssüflər olsun ki, nə qədər dua eləsəydi, amma yenə də bu həyatın qanunlarıdır. Bu olmalıdır, ehtiyac da olmalıdır, kasıb da olmalıdır, gözəl də olmalıdır, çirkin də olmalıdır, hər şey olmalıdır. Bu həyatın qanunlarıdır. İstəməsəydi bunu hər zaman yaşamalıyıq, yaşayacağıq da. O pəncərəni sil də, təmizlə də. Ay Qarayev, salam axşamı. O pəncərəni sil də. Pəncərəni sən harada gördün? Sən harada gördün bu pəncərəni? Bunu deyirsən, bu təmizlənmişəm, mən bunu təmizlənmişəm əzizim. Təmizlənmişəm. Bəli, yaşayıram evdə. Bu da kraskadır. Bir-iki dənə kraskası qalıb. Onu da inşallah biraz özümə gəlib. Bazar günləri bir dənə evdə oluram da. Urban olum. Mən işləyirəm də. Bir dənə bazar günləri evdə oluram. Direkterinizə baxacağım. Yox. Məlahət Süleymanov. Mən nömrəni deyirəm, qeyd eləyin. Qeyd eləyəndə mənə deyin ki, mən deyim nömrəni. Ruşka belə götürün, deyirəm, yazın. Kişiyə dediyi sözü. Qoy indi kim nə deyirdisin, qurban Allaha. Mən, amin, çoxsan. Allah razı olsun. Allah arzusunda olana qismət edə. Bəli, tək qalıram, əzizim, tək qalıram. Tək qalıram. Yalqızam, yalqız. Yalqızam, yalqız. Yalqızam, yalqız. Amma mən pulu hamama görə istəyirəm. Keyf eləmək üçün istəmirəm. Canım gözüm. Mən deyirəm ki, bura bir untaz alım da. Allah bizə qurbanım da. Hər şey atıb açıb da ağışdı, tökdük burada. Suyum da qızdı. Nömrəni de, oğlum. Tamam. 055 Ayşe anasının yanında. 523 523 Bəli, var kupça. 2163 Yazdırsa mənə deyin ki, yazdım. Bəli, həyət evidir, bəli. Kartı qoymayın əzizim, o seçsin yoxdur, canım gözüm. İnşallah düzələr, Allahın köməyi ilə. Bəli. Yazdınız nömrəmi əzizim, bir dənə mənə xəbərləyin. Yazdınız, 055 523 2163. Tamam. Çox sağ, Allah razı olsun, Allah can sağlığı versin. Təşəkkür edirəm. Ay Allah, dünən nətər yıxılmışam, bu günləri ağrıları var. İndi
Ağrılarım başlayıb. Ay Allah. Ay dedem vay, ay nənəm vay, ay nənəm vay, ay dedem vay. Ay qadan alım, ay başınıza dönüm. Harda görünüb ki, gəlin cehizin içində unitaz da aparır. Adamın deli danışdırır sizə vallahi. Unitaz aparan gəlin görmüsünüz. Bu bir. İkincisi Ayşe var. Ayşe da gəlir olan bütün veşmiş yolunu hamısını oğurub aparıblar. Bəxtəvərdirlər, Ayşe niyə gətirilmir? Harda görmüş gəlin unitaz aparır. Ağzınıza gələn də danışırsınız, ağlınıza gələn də danışırsınız. Elə bir bunlar ağıllıdır, biz ağılsız da. Bilmirik nə var nə yox. Mən demirəm kimsə mənə pul atsın. Deyirəm, əgər imkanı olan adam varsa, mən yalandan burada, ay belə dövşən vəziyyət alın burada ki, kimsə mənə pul atsın, yazıq yazıq. Xeyr. Sözün vaxtında demək lazımdır. Versin. Ay Allah, ana versin. Ana versin. Ay Allah. Mən deyirəm, Ayşədən ayrılıram. Elə bir bunlar adamla məzələnirlər. Bunlar deyir ki, Ayşə cehiz gətirsin mənə. Aysa o Yasemin, mən heç nə görə Ayşədə, nə Ayşə məni, nə də mən Ayşədə bir-birimizi istəyəndə heç nəsi istəmişik. Sadəcə olaraq əzizlərim, xasiyyətimiz uyğun deyil. Uyğun deyil də, valla. Ayşə çox deyil, yəni çox danışır, mən də əsəbləşirəm. Yolu gedə bilmirəm də, valla. Mən neyniyim? Cehizə görə, aviyə Yasemin, aviyə, hə, cehizə görə istəməzlər. Bir papa, dum, süpartlattım. Çox sağ ol, təşəkkür edirəm. Qəribə adamdılar, vallahi, Allaha and olsun. Mən deyirəm, borc, mənə kim borc verə bilər? Verə bilsəm ver, verə bilmirsən, ay belə, dağ belə gəldi, bostan belə getdi. Ay bala, bəsdir də, nə olar qurban olun, bəsdir də. Vallahi əsirdir. Evi bax bölünür, ucu başlayırıq bölməyə. Bax, bu şuruplardan, gələcək bu yana, belə. Evi bölünür, evi nətə bölürlər? Evi böldük və tuvaleti nətə böləyik? Adama atdenlə hərəmiz bir tərəfinə untaz qoyaq, krant qoyaq. Vallahi siz məni bezdirirsiniz, Quran haqqı mən bezdirmirəm sizi. Siz məni bezdirirsiniz. Bezdirsiniz də mən sizi göndərərəm sevə-sevə bloka. Vallahi mən burada çıxıram, Quran haqqı, mən əsəbləşirəm. Bilib bilmədən giz-giz ağzı ayrıq. Hünərləri yoxdur ki, bir nömrə yazsınlar ora. Əgər bu şeylə, bu nəyə lazımdır? Özünüzə biraz hörmət eləyin. Ayıbdır vallahi, ayıbdır. Dilənçilik eləyənlər gəlin yazın ki, filan get dilənçilik eləyir, peşman get dilənçilik eləyir. Mən burada oturmuşam, imkanlı adamdan borc istəyirəm. Bu, bağışlayın məni, üzr istəyirəm. Acıdan günorta duran gəlib mənə burada, dağdan belə endim, dostlarına elə endim. Bəsdirin də vallahi da. Elə hərə bir damcıda üz verdim, hərə başlayacaq. Yaxşıdırsa böyük işimiz düşünür. Quran haqqı sizdə gündəlik yemək istəsək sizdən. Vallahi o yeməyin içində başımıza nə oynayacaq sizə Quran haqqı. Heç nə xoş edəm, lazım deyil. Allah köməyiniz olsun, Allah can sağlığı versin. Vallahi elə bayaqda hamı soruşur ki, nə qədər lazım. Elə mən burada mırtdaşıram. Mən mırtdaşlamaq üçün burada deyiləm. Mən kimləsə demirəm ki, mənə kimsə pul abzovkada pul verməlidir. Bəzilərinə fərqli olaraq mən burada pul atıb imarətgah, pultla qapıma darvaza qoydurmuram. Mən bir dənə borc istəyirəm, kartımı da deyirəm verirəm, gəlin görüşəyin. Oturağım bir yerdə, oturaq məxrəcdə. Canlı üzünü göstərməyim. Canlı yayımda açım qoymur. Dedim, bax qadın verir, kartımı da verim. Sözləşir, danışaq, qayda eləsin, götürüm özümüzə. Mən deyirəm, mənə borc ver, mənim bir dənə unutazılar, moydadır qoyum. Mən bu demirəm, burada saray tikirəm, mən ördək hini tikirəm burada, nə bilim, naves tikirəm burada və yaxud da pultu darvaza qoyuram. Mən eləmirəm onu.
Elə bilib bilmədən elə gəlib bu qədər yalandan yazılır. Nə qədər lazımdır, nə qədər lazımdır. Ay Allah, sənə qurban olum. İndi direktə baxacağız, heç kim yazmır. Elə burada hamı bir-birinə, bilmirəm, bu şöhrətpərəstliyin hardan irəli gəlir. Niyə belə edirsiniz ki? İnsanlıqda ehtiyacımız olanda kimdən borc istəyir. Mənim əzizim anam, kaş mənim valideynlərim, qohum əqrəbəyəm olardı. Mən heç kimdən yox, qohum əqrəbəyimdən ağız açıb istəyərdim. Yox da Allah da mənim talimi belə yazıb da. Mən demirəm ki, kimsə, mənim yaxınım, qohum əqrəbəm olmadığı üçün mən də sizdən deyirəm ki, mənə kim, ay izlərim, ay əzizlərim, ay canlarım, ay gözlərim, imkan daxilində mənə borc verə bilirsinizmi? Mən kartımı verirəm. 3 ay, 4 ay kart qalsın sizdə. 500-600 manat mənə kömək lazımdır. Bu şeylərə görə. Hamısında aydınlığını verirəm. Hər bir ağızdan bir avaz oxuyur, valla. O kim nə deyir, elə deyim, mənə neyimə lazımdır. O özünə görə, boş öz, hər özünə görə də, mənə neyimə lazımdır. Allah qazanları sağlam candan üzərine qismət eləsin. Ay Xədiş, bəsdir, sən Allah, bəsdir. İstəmir, heç istəmir məni, qurban olum. Mən istəmir, mən pis adamam da, əl çəkim. Ərizə yazmağa getdiyim, dedilər ki, biz bu məsələyə biz baxmırıq. Buradanca yüngül boşanmalarda, yəni tək bir dənə arvaddır, bir dənə uşaqdır. Bir dənə arvaddır, bir dənə kişidir. Uşağı yoxdur, nə verim, evi yoxdur, eşi yoxdur. Onlar rahatlıqla biz boşaya bilərik və müəyyən vaxtdan sonra nikahın bozulması haqqında gəlib ərizəsini götürə bilir. Amma sizdə uşaq var deyənə biz onu edə bilmirik. O asan məhkəmə yoluna olur. Sən o qoy oturun. Onsuz da heç nəyimiz eləməyib gözə nəzər gəlirik. Ay bala, tüm adam baboşdan mənə nə əzdim. Yaxşı eləyirlər. Allah can sağlığın qismətlərini eləsinlər. Sağlıqla işləsinlər, xərcləsinlər. Kimin nə qazancı var, Allah özünə qismət edir. Onun ruzunu verən Allahdır, əzizim. O Allahdır. Allah əgər istəyirsə, o şey olur. İstəmirsə, mən sizinlə dava eləsi deyirəm ki, nə də sizin mənə borcunuz yoxdur. Ürək istəyən atır, ürək istəməyən atmır. Dilənçilik eləyənlər qalıb qıraqda gəlib mənə dilənçi yazırlar. Mən dilənçi eləmirəm axı əzizim. Mən deyirəm ki, mən bu kartımı verirəm sizə. Əgər imkan daxilində kim mənə bu qarşılığında mənə pul verə bilər, kartım da budur. Mən bunu aydınlıqla deyirəm sizə. Bunu gözünüz görə. Elə oturumuz elə ay falan gəz, ay peşman gəz, ay özləri bilmir heç kimdilər, nəçidirlər, Quran haqqı eyvallah. İyi.